Salam dəyərli abituriyentlər, 9-cu sinif buraxılış imtahanına düşə biləcək suallar tipindən birinə baxırıq. Deməli, A-nın üstü 2-də 1, minus A-nın üstü 3-də 1, bölünsün A-nın üstü 6-da 1, minus 1 ifadəsini sadələşdirin. Əvvəlcə kəsin sürətinə baxaq. A-nın üstü 2-də 1 biz yazsaq, A-nın üzərində 6-da 3, minus 3-də 1 isə A-nın üstü 6-da 2 şəklində yazarıq. Məxrəci olduğu kimi saxlayır. A-nın üstü 6-da 1, minus 1 kimi. Kəsin sürətindən A-nın üstü 6-da 2-ni möhtərizi xaricinə çıxartsaq, qalacaq A-nın üstü 6-da 3-dən 6-da 2-si 7 nə qaldı? A-nın üstü 6-da 1, minus A-nın üstü 6-da 2-ni möhtərizi xaricinə çıxartmışıq, yerində qalır 1. Məxrəcdə isə A-nın üstü 6-da 1, minus 1. A-nın üstü 6-da 1, minus 1-lər ixtisar olunar, qalacaq A-nın üstü 6-da 2, bu da bərabərdir A-nın üstü 3-də 1.